Salam əziz dostlar. Təəssüflə video bilmirəm nə oldu. Neçə dəfə kəsiləndən sonra sonunda kəsildi. Düzdür save elədim, amma yenidən başlamaq gərəkir bugünkü səfəni. Bugünkü bəhsimizdə yeni türkçənin milliləşdirilməsi və işlənməsi. Dedik, yeni türkçə yəni Osmanlıdan sonra bir türk dili əsaslı bir dövlət qurulur. İndi ona bir dil sistemi yaratmalıdır. Yəni necə indi bizim məsələn İran sistemində bizim dilimiz yoxdur. Və biz bu dil ki danışırıq, bu dil türk dili deyil. Biz əgər dövlətimizi qursaq, onda biz yeni bir dil sistemin, ədəbi sistem yaratmalıyıq. Bu fars sistemindən keçəndə ya Fazəri dilindən keçəndə türk sisteminə bu olacaq yeni dil. İndi bunu milliləşdirmək, yəni bunu milli eləmək, millətimizin hamısı bunu oxusun, və düşünsün, bilsin. İkincidə işlənməsi, yəni bu dil gərək həm idarə dili ola, həm iş dili ola, həm hüquq dili ola, həm elm dili ola, həm fəlsəfə dili ola, həm hər şeyin dili ola. Yəni bu işləyib bir dənə dilin işlənməsi bundan ibarətdir. Bu günləri bizim dilimiz indi evlərdə qalması bu anlamdadır ki, bu dil işləh deyil. Bu dil günü-gündən arıqlır. Hər dil ki idari, işləh və dərs dili, elm dili olmadı, o dil günü-gündən arıqlar və sonunda da ölər gedər. Ya da ki, o qədər arıqlar ki, sadəcə danışıqda gedər, o da danışıqda da bu cür olar. Yəni biz indi Təbriz radio televizyonuna baxın, ruznamə nigarlara baxın, Təbrizdə bunlar türkü danışanda adamın, mən hələ türkü danışanda adamın əti tökülür. Çünki biz türkü danışmırıq ki. Mən türkü danışmıram ki. Onun üçün bu, o ikinci mərhələdən danışacaq. Yəni o zamandan ki, Osmanlı dövləti gedibdi və fars və ərəb dili əslində gedibdi, istəyirlər bir türk dili quralar və bunu milli eləyələr və bunu işlə eləyələr. İndi ona görə danışır. Bəziləri son paragrafı oxuruq bu səfədən. Dedim, bu çünki qabaqcan demişdim, deyirəm və yenə də türkçülüyün əsasları kitab oxuyuruq və yazanımız Ziya Gökalpıdır. 80-ci səfənin son paragrafında yox ki, başlığının adı yeni türkçənin milliləşdirilməsi və işlənməsidir. Bəziləri yeni türkçəni yalnız mənfi usullara sahib zənn edərlər. Deyir, bəzi insanlar düşünürlər, yeni türkçəni, yəni dediyim kimi Osmanlı dövründə türkçə yoxdur. İndi bir türkçə dil, elə bir ki, əlan İranda türkçə yoxdur. Bir yeni türkçə dövrəsi başlanacaqdır. Biz İrandan ayrılıb və müstəqil olandan sonra. Yalnız hətta federal olsaq da bu şəkildə olacaqdır. Yəni federal olmaq da bu şərt elədir ki, biz fars dilin qoyaq küçənin qırağına, biri istərsə özü gedər oxur, istəməzsə oxumar. Xarici dildir fars dili bizə. Bizim dilimiz deyil. Fars dilinin bizə heç qədasəti və gözəlliyi yoxdur. Çünki bir özgə dildir. Bizim dilimiz bizə qədasəti vardı və biz bunu oxuyar. İndi fars dilin biri istər oxuyar, özü bilər və ya şayət dövlətimiz deyər ki, tamam, mən bir dənə mədrəsədə də qoyuram, hər kəs oxusun, amma bu tezlikdə olmayacaq qədər. Bəziləri yeni türkçəni yalnız mənfi usullara, usullar yəni əslilər, əsaslar, payalar, bünövrələrə sahib zənn edərlər, güman edərlər. Dilimizdə Osmanlı ədəbiyyatının soxduğu fazla və zərərli bir çox sözlər, çəkimlər, tamamlamalar, ədatlar vardır. Deyir ki, dilimizdə Osmanlı ədəbiyyatından gələn, İran ədəbiyyatından və fars ədəbiyyatından gələn tərcümə olmuş türkçəyə, ya elə o ki, farscası, ərəbcəsi gəlmiş, onu deyir. Soxduğu, yəni o ədəbiyyat, o fars ədəbiyyatı, radiosu, televizyonu, rəsanələri, mediası, danışqahı, mədrəsəsi, müəllimi, kitabları, bunlar hamısı bizim dilimizə soxduğu fazla Türkiyədə çox işlənir. Çox əlavə, çox anlamındadır. Ərəbcə sözdür, Türkiyədə çox işlənir. Fazlanın yerinə biz çox işlədirik, çox sözün. Çox və zərərli bir çox sözlər keçirdib bizim dilimizə.
ki bunları dünənki günlərdə dedik, sözlər, çəkimlər, tamamlamalar, ədatlar vardır. Ki dünənki 2-3 gün səfərlərdəki oxudum, onlarda bunları danışmışıq. Yeni türkcə, yəni bu türkcə ki Osmanlıdan sonra ya farslardan sonra ya İranda gəlinəcəkdir, Güney Azərbaycan, İranda türklərə yalnız fazla unsurların dilimizdən çıxılması ilə meydana gələməz. Deyir ki, yeni türkcə yalnız o izafi sözlər ki farsdan və ayrı dillərdən bizim dilimizə gəlibdir, onları çıxardıb qapının eşiyini atmaqla yeni türkçə meydana gəlməz. Bu hədəf yeni türkçənin yalnız olumsuz amacıdır. Yəni bu ki o dilimizdən çıxadaq bu fars sözləri, o yeni türkçənin yalnız təhcə olumsuz. Yəni mənim düşüncəm bu olumsuzdan budur ki, olmasa olmaz. Yəni hətmən gərək ola amacıdır. Amac hədəf deməkdir. Yeni türkçənin olumlu amacları da var. İndi burada mən dedim olumsuz, yəni hətmən olmalıdır. Amma burada olumlunu olumsuzun qabağında işlədəndə üstdəki olumsuz mənfidir. Yəni olmayan. Yəni imkanı yoxdur ki, tamam o fars sözləri ya ərəb sözləri ya ayrı dillərdən gələn sözləri dilimizdən çıxadaq. Bu belə görünür. Amma orada mənim nəzərimə bu olumsuz iştibah yazılıb. Çünki deyir ki, bu hədəf yeni türkçənin yalnız olumsuz amacıdır. Yəni nə tür deyək? Yəni bir tərəfdən deyir gərək bu silinsin, bir tərəfdən olumsuz sözü gəlir. Onun üçün mənim nəzərim orada olumsuz iştibahdır. Yeni türkçənin olumlu amacları da var. Yeni türkçənin olabilir, o olmayabilir məni olunur. Bir də olabilir. Buradan bilirik şu üstdəki mənfidir, amma mənim nəzərimə qələtdir. Çünki adamın dediği söz o deyil. Yeni türkçənin olumlu amacları da var, hədəfləri də vardır. Nədir? İndi görək bu açıqlasın görək. Çünki əski Osmanlıcanın xəstəliyi yalnız fazla sözləri, çəkimləri, kəlmələri, ədatları içərəməsindən ibarət deyildir. Çünki əski Osmanlıca yəni Türk-Şiiki Osmanlı dövründə danışırlar. Onun xəstəliyi, mərəzlığı, dil mərəzlığı təhcə izafi sözlər, kəlmələr, çəkimlər, ədatları öz türk dilinin içinə çəkməsindən ibarət deyildi. Yəni tək bunlar deyildi ki, sözlər gəlsin. Bəs bəllidir ki, bu sözləri gərək ataq. Burada da onu deyir. Xəstəlik bundan ibarət olsaydı, yəni fəqət xəstəlik bu sözlər olsaydı, görün, mən dediyim düzdür. Yəni bu fazla unsurları atmaqla dilimiz qolayca tədavi etməyi başara bilərdi. Deyir ki, əgər mərizçilik fəqət bu fazla sözlər ki, gəlibdir fars dilindən bizim dilimizə ya ərəb dilindən girib bizim dilimizə bunları eşiyə qoymaqla dərman olsaydı, bu fazla unsurlar dediyim, burada kəlmələr, sözlər, hər nə ki, onların dilindən bizim dilimizə keçibdir, tərkiblər, ədatlar filanlar ki, deyir ki, atmaqla dilimiz qolayca, yəni rahat. Qolay qol kəlməsindən gəlir məncə. Qol kəlməsindən gəlir. Qolayca, yəni çox rahat. Qolu bilirsiniz də, mən rahatca burada tərpədə bilirəm, amma bədənimi tərpədəmirəm. Məsələn, ona görə qolay işlənir. Bir də bu qolayın bir ayrı mənası var. Yəni pis bizdə işlənir. Falan şey qolaydır. Yəni düz iş deyil, yaxşı iş deyil. O da var. Amma Türkiyədə o anlamda işlənmir. Mən eşitməmişəm heç olmasa. Bizim Güney Azərbaycanın bəzi yerlərində pis cinsə, təğəllübi cinsə deyirlər qolay mal. Amma qolay Türkiyədə rahat, asan, sadə anlamında işlənir. İndi atmaqla qolayca tədavi etməyi başara bilərdi. Deyir ki, əgər bu fazla sözləri olsaydı dilimizin xəstəliyi, çox rahat idi. Bunları atmaqla dilimiz dərman olardı.
Halbuki əski Osmanlıcanın ikinci bir xəstəliyi də bir çox kəlmələrin əskik bulunmasıdır. Deyir, halbuki əski Osmanlıcanın, əski türkcəki Osmanlı dövründə danışılırdı. Onun ikinci bir xəstəliyi də var. İkinci bir mərəzi də var. O mərəz nədir? Bir çox kəlmələr əskik bulunmasıdır. Əskik, yəni az. Məsələn, ölçüdə əskik versələr, pulu əskik versələr, əmanəti əskik versələr, bu yəni az versələr, qeytərsələr, o əskik kəlməsi. Türkçülüyün çıxışına qədər dilimizdə yazılmaması ədəbiyyatda dünya şah əsərlərindən heç birinin açıq və doğru çevirisinin açıq və doğru yapılmaması bu əskikliyin canlı qanıtlarıdır. Türkçülüyün çıxışına qədər. Yəni, bu türkçülük başlandı Osmanlıda, indiki bizim Azərbaycanda bir neçə ildir ciddi başlanıbdır. Dostlarımızın bir dəsə əcib gözəl kitablar yazıblar türk dilində, ya gözəl çevirmələr vardı. Məsələn, o cümlədən Rəhmanifər cənablarının bir gözəl kitabını mən oxumuşam, o birisiləri oxumamışam. Usta Şəhriyarın şeirinə görə yazıbdır və onu gözəl tənqid edibdir. Çox gözəl yazıb. Yəni, mənim sevdiyim bir səbki ədəbi. Mən özüm başarmıram o səbkidə yazam. Təbii ki, çox zəhmət çəkibdir. Çox türkçü savadı güclüdür. O cür bir dostlarımız var, savadlı. Onlar meydana gəlmirlər. Meydana mən çıxmışam. İndi onlar olmayan yerdə mən at sürə bilirəm. Onlar gəlsələr, təbii ki, mən at sürənmərəm. Türkçülüyün çıxışına qədər. Yəni, bu türkçülük meydana çıxdı, Osmanlıdan sonra indi İranda çıxıbdı və kitablar yazılır. Bu çıxışa qədər. Yəni, o günəcən ki, türkçülük yox idi, ondan danışmırıq. Məsələn, Şeyx Məhəmməd Xiyabani farsçıdır. Amma, baxın, Şeyx Məhəmməd Xiyabani dili də farsça olsa, filan olsa, bir dana bir şey yaradıbdır. Orası mühümdür. Birinci Qacar İmparatorluğundan sonra, əlbəttə, imperatorluqdur da, elə o da imperatorluq varkən yaratmağa başlayıbdır. Dövlət yaradıbdır, bayraq yaradıbdır, ordu yaradıbdır. Bu dildən mühümmüdür. Dövlət hər şeyin başıdır. Dil, filan, bəhmabların hamısı havadır dövlət olmasa. Dövlət ən başda gəlir. Anarşistlər mötəqidlər ki, dövlət ehtiyac yoxdur. Hangi camiədə dövlət ehtiyac yoxdur? Hangi zamanda? O zamanda ki, dünya günü-gündən getdikcə dövlətlər çoxalır, orada sən dövlətsizlikdən danışsan, bir himaqət mütləqdir. Himaqət eşşək deməkdir də, yəni bir eşşəklikdir. Ərəbcəsi gözəl görsənmək üçün adamlar deyirlər. Yox, türkcəsi çox gözəldir. Eşşəklikdir. Əgər bir gün bir dünya yarana ki, orada mərz olmayan, tamam dövlətlər dövlətlərin götürələr və hər kəs öz dilin idari dil olaraq yaşadığı yerdə istifadə eləyə bilər, o gün təbii ki, biz də eləyə bilirik, o sistemə keçək. Amma indiki dövlətlər, erməninin orada bir neçə milyondu, 2-3 milyondu bir dövləti var. Kürdlər Əraqda özlərinə bir yarımçılıq da olsa bir federal dövlət qurublar. Kiçik məmləkətlər var ki, 100 min nəfər cəmiyyəti vardı, dövlətdir. Kanadada bir dana Prince Edward adında bir cəzirə var, ada. Bu adanın hamısını yığasız Təbrizcən olmaz. Təbriz şəhəricən. Cəmiyyəti də onun 100-dən biri olmaz. Amma Kanadanın anayasasında, qanun əsasında, əsası qanunda, şərəf beləsin, ya hər ikisi də ərəbcə daxil olmaz. Deyir ki, Prince Edward Island dəqiqən elə bir şeydir.
ən böyük şeylə bərabərdir. Hüququ bərabərdir. Məsələn, Ontario ilə, Alberta ilə ki, nəftin mərkəzidir, British Columbia falan, əslən, ya Quebec ilə. Deyir ki, heç fərqi yoxdur. Kiçik vahiddir, amma vahidi siyasidir ki, hüququ o birislərlə bərabərdir. Əgər bir gün belə bir düşüncə dünyanın səthində gələ, tamam, onda biz də onu gedərik. Hər halda, türkçülüyün çıxışına qədər, o cünəcən ki, türkçülüyün fikri İranda ya Osmanlı zamanı çıxdı, o günə qədər ki, indi deyirəm 20 ildir Azərbaycanda, İranda türklər kitab yazırlar, danışırlar, bəzi siyasi ellər dövlətçilikdən danışırlar, radio qruplar, televizyon qruplar, ruznamə çıxadırlar, kitab çıxadırlar, məcəllələr yayırlar, seminarlar qoyurlar, bunlar hamısı o türkçülüyün çıxmasıdır. O günə qədər dilimizdə, bizim türkçədə, yəni diqqət buyurun, o günə qədər dilimizdə, ədəbiyyatda, bizim türk ədəbiyyatında dünya şah əsərlərinin heç birinin açıq, dünya şah əsərləri, yəni ədəbiyyatda bir şah əsərlər var da, dünyada şahkar deyirlər farsça. Ədəbiyyatda bir də kitablar var ki, Nobel alıblar. Ya bir də kitablar var ki, şahkar ədəbi hesab olurlar. Bunu hər yerdə açıq. Deyir ki, heç birinin açıq və doğru, açıq, aydın yəni. Doğru, düzgün. Çevirisi, tərcüməsi, tərcümə çeviri. Çevirisinin açıq və doğru, yenə çevirisinin özü də açıq və doğru ola, yapılmaması. Bizim dilimizdə yoxdur. Baxın, bizim dilimizdə 20 ildən bundan qabaq əsər indi də baxın. Hangi şah əsər bu günləri türk dilində var? Ya tərcüm olubdur. Doğru tərcüm olubdur. Məsələn, bizim dilimizdə olan şah zamanı Koroğlu idi, Əsli Kərəm idi, Şah İsmail idi və bu şeirlər. Biri də buna tabi, biri də şeirlər. Bunların içində dünya şahkarlarından heç birisi çevrilməyibdir ki, dilin gücü görsənlər. O kitablar gündəki danışıqdan biraz fazladır, amma çox deyil yəni. Onu deyir ki, heç birinin açıq və doğru, aydın və düz, doğru burada düz və düzgün, çevirisinin, tərcüməsinin açıq və doğru yapılması. Yəni, heç birisi açıq və doğru yapılmayıbdır. Bu əskikliyin canlı bir qanıtıdır. O ki, dedi, ikinci bir əskiklik var, o çox çətindir. O nədir? Budur. Bu əskikliyin canlı qanıtıdır. O yoxluğun, o azlığın canlı, diri, biz canlı yerinə diri işlədirik. Diri bir dəlil, qanıt dəlil. Səbəb. Deyirək, bu üçü yoxdur. İndi bizim dilimizin, bu üçü, biz deyirik, bizim dilimiz çox aradan getmək üzərədir. Biri də bu dəlili budur. Bizim dilimizdə bir dana şah əsər qoymayıblar tərcüm ola. Bizim dilimizə. Hə, Allah uzun ömür versin. Eyni halda biraz xəstədir, xəstəliyinə də şəfa versin. Abbasi cənabları Marağada Qur'anı Türkiyə tərcümə eləyibdir. Nəhcül Bəlağəni tərcümə eləyibdir. Eşitdiyim qədər Mevlana'nı Türkiyə tərcümə, yəni o şəkildə. Bu böyük bir öz işdir. Qur'anı tərcümə eləyibdir. Bu özü böyük bir işdir. Amma kafi deyil. Və bu günə yaygın deyil. Yəni bu şah əsər mədrəsələrdə dərs oxumur. İnsanlar bunu oxumurlar. Bunu tanış deyirlər. Tamam, yenə də nə dərdə dəyər. Elə bir, əlbəttə oxunmasa da bilmərik doğru tərcüməliyə yox. Bəli, bilirik ki, bu kişi çox böyük zəhmətlər kəsibdir, çox böyük işlər görübdür və işlərindən də mən biraz oradan-buradan oxumuşam, çox oxumamışam. Təəssüflə kitablarını ala bilməmişəm. O gün olsun ki, eləyə bilək dostlardan biri himmət eləsin, pulunu da bizdən alsın, amma o kitabları bizə göndərsin. Çox önəmlidir ki, biz bu dostumuzun kitablarını alaq və oxuyaq və görək ki, dini məzhəblər, məsələn, Nəhcül Bəlağə Qur'andan çox dəlil, çətin bir dillə yazılıbdır. Buna görə ki, istəyirdilər farslar Qur'anın ziddinə bir kitab gətirsinlər, yazsınlar ki, onu Qur'anın qarşısında tutsunlar. Və o Nəhcül Bəlağədir. Və Nəhcül Bəlağəni İmam Əlidən 200-300 il sonra
toplayıblar. Əsən bəlli deyil, bu sözlərin biri də imama irtibat olsun. Hamısı filankəs nəql elədi. Heç bir sənəd yoxdur. Həzrət Əli nə üstündə bir o uyçalıqda kitabı yazıbdır. Bunu farslar yazdırıblar özləri və biz buna inandırmağa çalışırlar. Amma biz bunları tarixə baxaraq gərək bunları görək ki, düzdür ya düz deyil. O halda, yəni istəyirəm bunu deyəm ki, əgər bu çətin kitabı bizim o hörmətli ustadımız Türkiyə çeviribsə, yəni bizim dilimiz güclüdür, amma təəssüflə deyirəm, bu kitablar şah əsərlərdə tərcümə olmalıdır. Baxın, Qacarlar o zaman ki başladılar, Qacarın düşməni çoxdur, qoyun mən Qacardan bir difa eləyim. Əlbəttə Qacardan birinci nəfər ki başlayıbdı Qacarları toplaya, Qacar adında adamları tapa, toplaya, onlardan istəyə ki, Qacar məsələsinə girişələr və özü də girişibdi mənə. Məndən sonra, hətta Qacarların bir çoxu ilə mən danışanda ki, adları Qacardır, hamısı deyərsən pantüşsən və çəkilirdilər. Amma indi görürük ki, Qacar məsələsi bizim qəşəng açılıbdır, amma lazım qədər açılmayıbdır. Qacarı düşünmək üçün Paytaxt Əbdülhəmid serialına baxmalısınız. O bizi biraz Qacar dövrü ilə tanış elər, görürük ki, necədir. Amma baxın, Qacar dövründə Qacar padişahı gedir Avropaya, Amerikaya. Amerika yox, Avropaya. Və Fransədən özü ilə bir dənə ruznamenigar istihdam edir. Dəstgahında alır ruznamənin, hər şeyini alır. Onu özü ilə gətirir Tehrana. Və bir dənə La Patrie, fikir edirəm adı vətəndir. Ya qəhrəman. Ya vətəngərayı, belə bir şeydir. O adda bir ruznamə çıxardır. Cəlibdir ki, şah özü pulun verib adamın 2 ilinin hüququnu veribdir qabaqdan. Adamı gətirib bura və ruznaməni çıxardıbdır. Cəlib budur, ikinci nüsxədə nə olubdur, bunu qoymayıblar çıxsın. Və bunu deyirlər Nasiruddin Şah qoymadı. Nasiruddin Şah dövründə tamam romanları ki çıxırdı, Montesquieu'nun kitabı birinci ya ikinci kitabdır ki İranda çap olubdur. Montesquieu'nun kitabı ki bu günləri dünyada qüvvələr, 3 qüvvəyə ki məmləkətin idarəsi bölünür, o kitabın əsasındadır. Onu Nasiruddin Şah dövründə, Nasiruddin Şahın əmri ilə Nasiruddin Şahın mütərcimləri tərcümə elədilər, çap elədilər. Birinci kitab, ikinci, yəni o 5-ci kitabın biridir. O halda ki, Quran neçinci kitabdır. Amma təəssüflə türkçəyə deyil. Ona görə deyirəm, modern fikir, modern kitabları tərcüməsi ilə başlar. İndi bizim milli hərəkət dediyimiz hərəkətin zəfi də budur. Hala bilmirlər ki, bir hərəkətin başlanması üçün modern kitablar oxumalıdır. Və dünyanın ağıllı adamların kitablarını oxumalıdır. Və xüsusən biz ki, istirik gedək, bizdən qabaq bir təcrübə var Türkiyədə. Bir təcrübə var Azərbaycanda, bir təcrübə var Türkmenistanda, Qırğızistan, Tataristanda. Bunları biz getməliyik, oxumalıyıq onları. Onları bilməsək, biz bilmərik hara gedirik, qaranlıqda hara gedirik. Biz qaranlıqda əlimizə bir çıraq götürməliyik. Və işıqlı çıraq götürməliyik, şəm götürməməliyik. O çıraqlar bu kitablardır. O halda dilimizin tam bir iyiləşdirilməsi bu əski kəlmələrin aranıb bulunması ilə və dilimizin orqanizmasında yerli yerinə qoyulması ilə mümkündür. Deyir ki, o halda, pəs indi ki bildik bizim dilimizin bir dana əskikliği var, bir dana mərisliği ki, əskiklik özü də mərisliqdir. Deyir, indi ki bunları bildik, o halda dilimizin tam bir iyiləşdirilməsi üçün kamil, tam yəni kamil, ərəbcə sözdür, tamamın xülasəsidir. Kamil, tam ya kamil əslən, kamil anlamdadır.
tam və kamil iyiləşdirmə, iyi bizdə də işlənər. Məsələn, biz iyə deyərik. İyi var. Yəni, bu iyi ki çəkirik, o iyidən də əlavə bir dənə də iyimiz var. Qədim hər o şey ki düz olaydı ona iyi deyərdik. Məsələn, mən o misallardan ki zehnimdə var, zəhrə əyrərdilər qədim, yün əyrərdilər, onun bir iyi vardı. O əyri olsa zahirən nəzərə gələn o ip əyrilməz. Əyrilməz. Sonra bir teşi adında əl cəhrəsi var, teşi deyərik ona. Onunla da əldə bir şeyləri genedilə, yun olsun, ipək olsun filan, onda əyrərlər. Onun da genə də adı iyidir. Onun da arxası ki əyrə, o da iyidir. İyi yəni yaxçı, düz. Mən o iki dana misalı teknolojidən, əski teknolojilərdən vurdum. Biləsiniz ki, iyi hardan gəlir. Eyni halda iyi də biz burnumuzdan ki bir qoxu alırıq, ona qoxu deyilir çox yerdə. Ətir deyilir, otkolun deyilir, hər nə deyilir. O otkolun ki addır, bir dənə şirkətin adıdır. Amma ətir də bu iyi deyilir hər halda. Qoxu, iyi. Qoxu biraz pis iyilərə deyilir. Yəni o iyi ki biraz əziyyət verir. Düz iyi deyil. İyi amma özü gözəl, həyəcan verici, xoş gəlin, iyilərə də iyi deyirik. İndi bu iyidə yenə də baxın bizi bir şeyə aparır. Alma iyi gəlir. Çiyələk iyi gəlir. Şirin bir iyi gəlir, şirini var. Kabab iyi gəlir. Nə dağılırlar Allah bilir. O da bizi aparır ora. O da iyidir ona görə. Düzdür. Yəni o əyri gəlmir bizim qulağımıza. O hər yerdən gəlir, düz gəlir bizim burnumuza və biz onu düz anlarıq. O da iyidir orada. İşte yeni Türkçənin olumlu qayəsi bundan ibarətdir. Bayaq dedi olumsuz ha, ona indi gəlir. Olumlu qayəsi budur ki, biz görək, xüsusən tərcümədə o sözləri çıxartmaqda bunlar pəs. Yeni Türkçənin olumlu, yəni o iki hətmən gərək ola %100. Qayə, qayə amacın, hədəfin bir ayrısıdır. Qayə son deyək. Heç birisi yox. Sonudur. Qayəsi, yəni hədəf də odur da, yəni əslində. Qayə yolun sonu. Yolun sonu olur o. Bundan ibarətdir, yəni bu işi görəcək. Yazı dilimizdə əksik olan kəlmələr iki qismdir. Yazı yazanda, Türkçə yazırıq, deyir ki, yazı dilimizdə, dilimiz dedi ki, bir danışıq dilidir, bir də yazı dilidir. İndi onu deyir, yazı dilimizdə əksik olan kəlmələr, kəlmə söz. Sözləri işi əskikdir, iki qismidir. Qismi ərəbcə sözdür, yəni iki bölümdür. Bir, milli deyimlər. Bir deyimlər, sözlər var, danışıqlar var. Deyim hətta ləhcə ola bilər. Milli ləhcələr. Məsələn, baxın, mən 5-6 il bundan qabaq bu haqda bir məqalə yazmışım, dostlarında xoş gəlməmişdi. Amma baxın, məsələn, Zəncan ağzı var, ləhcəsi. Amma o bir deyimdir da, türkün bir ağzıdır. Ərakınki birdir, Qəşqaistanınki birdir, Türkəmən Səhranınki birdir, Ərakınki birdir, Savəninki, Urmiyəninki, ətrafınınki, Ərdəbilinki, Təbrizinki, Qəradağınki, hələsi bunlar millidirlər. Yəni bunlar mən bilirsiniz federalizmə, istiqlala mötəqidəm. Azərbaycana istiqlal, Azərbaycan içində federala mötəqidəm. Yəni gələn Azərbaycan müstəqil olandan sonra federal şəklində idarə olmalıdır. Məsələn deyirəm, Qəradağ özü üstü bir iyalətdir. Bilirsiniz bizim qədim iç iyalətlərimiz var idi. İyalət demirdilər, mahal deyirdilər. Mahalımız var idi, Qəradağ mahalı.
ya mənim indi Qazançay mahalı. Yadımda deyil çox indi bu mahallar. Amma mahal hesabı idi. Hər mahal eləyə bilər bir federal olsun. Federalın bir iyaləti olsun. Özünün daxili dövləti olsun. Və öz ləhcəsini, ağzın orada saxlamağa cəhd eləsin. Eyni halda bir danda federal ədəbi dilimiz olsun. Bu mənim Azərbaycana istiqlal, içlərində federal, ya içliyində federal mənim istəyimdir, şuarımdır. Milli deyimlərdir. İstanbulda və Anadoluda kullanılan bir çox deyimlər, özəl tamamlamalar, qural dişi özəlliklər və cümlələr vardır ki, hənuz dilimizə girməmişdir. Deyir ki, indi mən dediyimi deyir, amma İstanbulu misal buyur. Deyir, İstanbul və Anadolu. Türkiyə yəni bir neçə coğrafi cəhətdən bölüblər. Məsələn, Anadolu bir tərəfidir, nə biləm, doğusu bir tərəfidir, Qaradəniz bir tərəfdə, Ağdəniz bölüblər. İndi iç qismətlərinə, yəni mərkəzi qismətlərinə Anadolu deyilir. İndi deyir ki, İstanbulda və Anadoluda kullanılan, istifadə olan anlamındadır. Türkçədir, istifadə ərəbcədir, onun yerinə kullanılan. Yəni istifadə olunan bir çox deyimlər. Deyimlər yəni sözlər var. Ya ləhcələr var. Özəl tamamlamalar, o deyimlərin özünün bir özəl, məxsus bir tamamlamaları var. Qural dışı, qanundan qıraq özəlliklər və cümlələr vardır. Yəni dil qanununa haygırı, zidd. Bir də deyimlər var. Məxsus. Dışı yəni xarici. Xaric. Qanun çərçivəsindən eşik, dil qanunları çərçivəsindən eşikdə özəlliklər, yəni məxsus və cümlələr vardır. Tamam. Ki hənuz dilimizə girməmişdir. Hənuz farscadır, mütəəssifanə indi də işlənir. Hala, indiyə qədər, hala da ərəbcədir. İndiyə qədər ya indiyədək dilimizə girməmişdir. Bir də deyir sözlər var ki, hələ bizim dilimizə girməyibdir. Amma var. Halbuki dilimizin milli zənginliyini, gözəllik xəzinələrini bunlar təşkil verir. O halda ki, bizim dilimizin milli zənginlik, yəni milli sərvətini. Zəngin sərvətdir. Zənginlik sərvəti çox olmaq. Sərvətlik. Sahibi sərvət olmaq. Dilimizin milli sərvəti. Gözəl, sərvət də ərəbcədir əlbəttə. Zəngin türkçədir. Gözəllik xəzinələrini, xəzinə də xəzanənin türkçəsidir. Bilmirəm ki, farscadır yoxsa ərəbcədir, onu bilmirəm. Gözəllik xəzinələrini bunlar təşkil verir. Bu sözlər ki, girməyib hala dilimizə olar. Məsələn, siz fikir edin ki, biz Qəzvinlilərin, Əraşlıların, Savəllərin, Qəşqailərin, mən məsələn Qəşqai dilindən indi dostlarım çoxalıbdır, Instagramda xüsusən, musiqiləri və geyimləri və dillərin doğru türkü danışanda, farsı danışmayanda mən az qalıram qurban olam o danışana. Yəni mənim əlimdə imkan ola, dünyanı tökərəm Qəşqailərinə yana. Məsələn, mən Qəzvinliləri çox sevirəm. Əcib gözəl danışırlar. Zəncanlılar. Yəni, siz axı bu dili hara qoyum ya? Yəni, bu dili deyəsiniz ki, məsələn, imkansızdır. Yəni, ona görə deyirəm, federal olmalıdır Azərbaycan içində. İstiqlal Azərbaycana, federal Azərbaycan iyalətlərinə. Çünki orada hər millətin özünün bir dili var. Və onlar hala mütəəssifanə bizim ədəbiyyatımıza girməyiblər. Zəncanda bir neçə yaxçı yazarımız vardı, amma bilmirəm Zəncanın dilini qorumaqda, o sözləri qorumaqda ciddi cəhd edirlər ya yox, bilmirəm. Halbuki dilimizin milli zənginliyini, gözəllik xəzinələrini bunlar təşkil verir. Hər şəhərin
öğretmenləri ilə türk ocaqları və etnoqrafiya muzesi bu özəl deyimləri toplamağa çalışırsa, bunlardan bir çoğunun əldə etmək mümkün olur. Cümlə uzun, 3 sətir, amma çalışaq ki, bunu qıssaldaq. Hər şəhərin öyrətmənlər, öyrətmək, yəni birinə bir şey təlim etmək, ərəbcə təlim. Öyrətmən, yəni o adamlar ki, təlim, tərbiyətlə məşğuldur, müəllim biz deyirik da, indi İranda müəllim deyilir. Öyrətmənləri türkcədir, müəllim ərəbcədir, onun yerinə öyrətmən qoyublar. İndi farslar da amuzgar deyirlər. Amuzgar. Bir tərkibdir amuz və qar. Amuz örcəşməkdən. Qar da indi nicəhban anlamındadır. Nə anlamındadır bilmirəm. Amma hər halda bizim dilimizdən danışırıq. Hər şəhərin öyrətmənləri türkcədir. Yəni müəllimləri ilə türk ocaqları. Ocaq dedik ki, əncümənlər. Dərnəkdə deyilir. Türk ocaqları və etnoqrafiya muzesi. Əvvəldə yadınızda olsa dedi ki, neçə dana iş görməlidir türk dilini diri saxlamaq üçün. Milli muzə, etnoqrafiya muzesi filan filan. Bunları 5 dananın, 6 dananın saydı. Bu onların biridir. Etnoqrafiya muzesi bu özəl deyimləri, o məxsus deyimlər ki, məsələn Zəncandadır, Qəzvindədir, Həmədandadır, Savədədir, Qəşqaistandadır, Kəleybərdənin ətraflarındadır. Onları toplamağa çalışırsa, əgər baxın çalışırsa deyir, yəni gərək bilmirik ki, çalışacaqları yox. Amma əgər çalışırsa, yəni əgər çalışarsa, bunlardan bir çoğunu, biz çox deyirik, bu çoğuya tərcümə eləyibdir, bilmirəm niyə. Bir çoxunu əldə etmək mümkündür. Yəni, bunların bir iddəsi ölüb gedibdir, yaddan çıxıbdır, o yaşlı adamlar bunları danışırdılar. Amma deyirgən də bir çoxunu tutub saxlamaq olar, diri saxlamaq olar. Xalq kitablarında, xalq masalları, xalq şeirlərində və atasözlərində bu kimi deyimlərə və dil özəlliklərinə çox rastlanır. Deyir ki, xalq kitablarında, yəni millətin əlində yazılan kitablar ki, dövlət yazılmaya, onlarda xalq masalları, masal dedik ki, dastanlara deyir, xalq şeirlərində və atasözlərində, ata-ana sözləri biz deyirik, bu kimi deyimlər, belə bir sözlər və dil özəlliklərinə çox rastlanır və bu cür deyimlərə və dilin özəllik, yəni hər dilin özünün, hər ləhcənin beləsi yox, hər ləhcənin, hər ağzın özünün bir gözəllikləri var. Məsələn, urmiyəllər danışanda adamın süzməsi gəlir, süzmək yəni durub oynamaq. Dedim, Qəşqailər, vaqəən mən bu son zamanlarda bir ikisinə qulaq asmışam. Əslən bu xəzinələr, gərək bunları mən fikir edirəm ki, indi ki əlimizdə telefon imkanı vardı, zəbt eləmək imkanı. Hər kəsən bunlar danışdılar, yığarlar, zəbt eləyələ qoyarlar, online qala. Bu sən yaşlıları. İndi baxın, hər öyrətmən dediyində, baxın, cənabız da mən də kişiliyimizə baxmayaraq, yəni arvad yox, kişi yox, erkək yox ya dişi yox, buna baxmayaraq, savadımızın olub olmamağına baxmayaraq, təxəssüsümüzün nə mənədə olmağına, biri mümkün dəmirçi ola, biri molla ola, biri şairi ola, biri ədəbiyyatçı ola, biri musiqiçi ola, biri də nəccar ola, bəqqal ola, ərz eləyim, dəmirçi ola, güzarçı ola, güzarçı yoxdur indi, mekanik ola, hər nə iş. Hamı eləyə bilər, öz işində bu işi görər. Yəni, cəlib budur ki, dəmirçilər öz aralarında olan sözləri toplasalar, özü bir gözəl kitab olar. Lüğətnaməsindən tutdu getdi, yəni öz dillərinin, işlərinin lüğətnaməsi, dəmirçi lüğətnaməsi, sözlüyü, dəmirçi sözlüyü. Biz nəccar deyirik, ərəbcə sözdür. İndi Türkiyədə dedikləri yadımdan çıxacaq va. Hər halda, məsələn, bunun sözlüyü, nəccarlar öz aralarında danışdığı bir sözlər vardı. Bunların türkcəsin yazalar.
Mekaniklər də, safkalar da, nəqqaşlar da, rəssamlar, yəni nəqqaşlar ki, midad qələmlə, rənginlə çəkirlər. Nəqqaş dediyim saxtaman boyurlar. Yəni hər iş, qızılçılar, bəqqallar, satıcılar, hammallar belə. Bunlar hər kəsin öz dilini. Məsələn, mən yadıma gəlir bir zaman mən bir 2 ilə yaxın 2 ildən də çox tərəşqarlıqda işlədim. Məsələn, olanın bir tərəşqarı istirahları var. Adam evdə də onu danışır. Məsələn, yadıma gəlir bir dəfə getmişdik dostumuzla yemək yemağa. Dedi ki, olan onun barın ver. Barın ver, o dəstgahda biraz çoxaldarlar, dəmiri biraz dibdən yontasın. Yəni biraz məsələn bəlləni yekə tut məsələn, ya yekə tut onu ver mənə. Bu olurdu barın çoxalt məsələn, ya bar. Məsələn bu bunlar özləri o dili diriltməkdir. Eyni halda məsələn familimizdə bir yaşlı adam var. Mənim özümün anamın yaşı da çox deyil. Allah uzun ömrü versin inşallah. Məsələn istəyirəm anamı öyrədəm. WhatsApp-da danışmağa. Məsələn, hər nə yadına düşdü xatirə. Özündən ilgili, dədə-nənəsindən ilgili, bacı qardaşından ilgili, kətdən ilgili, çövşəndən ilgili, çöldən, bayırdan ilgili, ölcədən ilgili, davadan, ölümdən, diridən, toydan, hər nədən zehninə bir şey gəlir, fori orada mənə desin. Orada onu zəbt eləsin, göndərsin mənə. Mən də bunları yığıb saxlayayım. Biz bunları nağıl eləməliyik, biz bunları hikayə eləməliyik, biz bunları kitab eləməliyik və millətimiz bunu əlində saxlamalıdır. Bunu mən tamam dostlarımıza sifariş edirəm. Hər kəs bu işi görür. Hər kəsin bir famililərində, dostunda, yaxınlığında bir əqrəbası var. Məsələn, mən Çalba Həmzə əmi bir dəfə də adını çəkmişəm, bu da 2-ci dəfə, Allah rəhmət eləsin. Məsələn, mən 1-2 dəfə Təbrizə gələndə getmişəm onu, dilə tutmuşam, 1-2 dənə navar ondan zəbt eləmişəm. Amma kaş ağlım olaydı, indiki ağlım olaydı, mənə belə deyən olaydı. Mən onu kullən hər şeyə görə danışdırardım, onun zehnində olanları yığardım bir dənə navarlara və saxlardım. Çünki diri tarix idi adam. Pəs deyir ki, xalq kitablarında, xalq dastanlarında, xalq şeirində, atasözlərində bu kimi deyimlərə və dil özəlliklərinə çox rastlanır. Rast ərəb, farsça sözdür, yəni üzbəyiz olur, çıxışırıq, çıxırıq, belə şeyə, çıxır üzümüzə. Özəlliklə Dədə Qorqud kitabından bu baxımdan çox yararlana bilərik. Tamam, yararlanmaq, özəlliklə, yəni xüsusilə, ərəbcədir xüsusilə, özəlliklə türkçəsidir. Dədə Qorqud kitabından bu baxımdan, yəni bu ki, onların içində deyimlər vardı, məsələlər var, hekayələr var. Oradan çox yararlanarıq. Yar sözündəndir. Mən bu yar sözü haqqında bir söz deyim. Uzun da olsa bu paragrafı qoyarıq, qutarırıq, qalar gələni sabaha. Amma yar sözü çox cəlibdir. Yar nə deməkdir? Hamının zehninə gəlir ki, yar farscadır. Amma yar nə demək? Türkçəsindən başlayaq. Yar. Almanı yarı böl. Yarısı mənim, yarısı sənin. Biz ikimiz bir almanın yarısıyıq. Hərəmiz bir yarısıyıq. Görürsünüz? Tay deməkdir. Tay. Amma o tay ki, almanı yarı bölərsən. Bir dənə bütünü yarı bölsən, və o bütün deyil daxı. Bir dənə almanı yarı böldük. Qarpızı yarı böldük. Yəni ortadan böldük. Düz ortadan. Yəni 1 santi, 1 milimetr o yüz bölsəz yarı deyil. Yarının anlamı budur. Çox dəqiqdir. Siz gərək bunun dəqiq böləsiniz. Əgər zehnində ola, diqqət buyurun, zehnindədir bu. Zehnində ola ki, bu payı biraz çox elin, bəlkə mənə düşər. Yarı olmaz. Buradan mənimsəmək oldu. Yarı odur ki, dəqiqən ortadan və düz böləsiz. Bu halda olur yarı. Yolun yarısınacan gəlmişik.
Gün yarıya çatdı. İndi yara da var. Burada da işlədir yara. Mənim əlim yaralandı. Yəni yara. Yəni yenə də bizdən bir şey kəsr oldu. Bir şey əskildi. Sağlanmağa ehtiyacı var. Yarı o zaman ki yarıdır, naqisdir yəni. Gərək bunu ikinci tayında tapasan, yapıştırasan, ola bir-birini, ola bütün. Almanın yarını, almanı ki kəsdin, xərab olar. Bütünlükdən çıxar. Məzəsi dəyişər, rəngi dəyişər, əhri dəyişər, iyi dəyişər. Yarı fasid olar. Yəni, alma mümkündür ki, kəsməsən, bir ay qalsın. Ortadan yarıya bölsən, mümkündür ki, 3 gün qala, 2 gün qala, 5 gün qala, aradan gedər. Ömrü aradan gedər. Gözəlliği aradan gedər. Almalıqda ona alma deməzlər. Almanı ki kəsdin yarıdan, qarpızı ki yarıdan kəsdin, ona alma deməzlər. Deyərlər ki, almanın parçası, yarısı. Alma deyil o. Diqqət buyur, istəyirəm o yar mənasını açıqlayam. İndi mənim yarım filan yerdədir. Yəni nə mənə? Yəni məni ortadan kəsiblər. Yarım orada. Yəni mən əskiyəm ondan. Yəni mənim əlimdə bir yara var, canımda bir yara var. O gəlməsə düzəlməz. Eşq budur ha. Yar budur. Yarın anlamı budur. Sən birinə deyirsən, o mənim yarımdır. Yəni ki, o olmasa mən ölürəm. Fasid olmam. Alma kimi, almanın yarısı kimi. Əgər mən ondan ayrılsam, yarılaram. Yarılandan sonra, yarılmaq dedik da, yarılmaq da bundandır. Məsələn, bir dənə kötük var. Ağacın kötüyü. İstəyirik onu yaraq. Bir şeylə vururuq, nacaqla, ya dəhri ilə, ya balta ilə, ya hər nə ilə vururuq. Onu yarırıq, 2 bölürük. Yeri yarırıq. İçinə bir şey qoymaq üçün. Ya qənov salırıq. O da yeri yalımaqdır. 2-yə bölürük. İndi yar nə mənə? O mənim yarımdır. Əsən farslar bilmirlər. Yəni mənim o məni kəsiblər, o mənim yarımdır. Mən də onun yarısıyam. Yəni o mənə yapışmasa, mən ona yapışmasam, biz naqisuq, kamil olmarıq, bir alma olmarıq, bir bütün olmarıq. Mən onsuz naqisəm, o mənsiz. Mən onsuz əliləm, o mənsiz. Mən onsuz mərizəm, o mənsiz. Mən onsuz naqisul xilqiyəm, o mənsiz. Yarın anlamı türkçədə çox ağır və gözəl və o qədər şərafətli bir kəlmədir. Mən bunun üstündə bəlkə bir ay hey fikirləşmişəm və hey demişəm bunu yazım. Fikrim danışmışam öz-özümə, amma bir saatcan, amma yar sözü. İndi deyə bildik məni yar. O zaman ki boşanırıq, öz-özünə də biz şey olmuşuq. Yəni fasid olmuşuq. Biz bütün deyilik. Onun üçün baxın, oğlanla qız ki nədən olur? Bacı qardaşı demirəm, amma oğlan qız yəni ayrı-ayrı. Nədən olur? Hər ikisi də naqisdir. Yap o uşaqlıqlarından özlərinə amat seçirlər evlənməyə. Çünki özün kamil eləmək istəyir. Profesor ol, doktor ol, dünyanın ən böyük alimi ol, dünyanın ən böyük sərvətməndi ol. Naqissən, gərək o tayını tapasan. Yarıvı tapasan, yarıvı itirmirsən. Çünki bizə Allah yaradanda yarımçılıq yaradıb. Təbiət də yaratsa yarımçılıq yaradıb. Hər kəs bizi yaradıb da, hər kəs bizi düzəldibdi, salıb bu dünyaya əsir eləyibdi. O bizi yaradanda yarımçı düzəldibdi. Deyib, sənin yarın oldu. İndi diqqət buyurun, almanın bütününə də qurt düşər. Bəzən yarısını kəsərsiz, görəsən yarısında da qurt var.
Deyərlər ki, almanı ya hər şeyin içinə qurd düşər. Yox. Toxum qoyulan zaman alma ki, çiçək açar ağacda. O çiçək açanda o heyvanlar arı gələr, payın götürər, gedər. O birisi heyvanlardakı vardılar. Onlar da gələrlər, yumurtalarını qoyarlar o gülün içinə. Çünki o bilir ki, bu gül bir gün alma olacaqdı. O qurdlar alma necə ki çaldı, toxum şəklində qalar. Elə ki sulanmağa başladı, istidə vurur axı. O içəridə açılar, qurd açılar və şey olar. Başlar oradan yeyə çıxar eşiyə, gedər torelər dövrəsinə, sonra bir kəpənək olar. Sonra özü gedər bir ayrı almanı yenə tapar, onun içinə yumurtlar. İndi biz də əgər birini sevirik, aşiqıq, bizim yarımızdır, onsuz naqisuq, bunun burnu önəm daşımaz. Bunun dişi, başının tükü, bədəni də önəm daşımaz. Amma vay oyunda ki, dədənənə, qohum qardaş, yoldaşlar, bunun içinə bir qurd qoymuş ola. Oğlan ola ya qız ola. O qurd açılan gün bu şey dəyilər bir-birinə. Sağlıq dəyər bir-birinə. Mən yarımın qasidiyəm, yarımın. Sən yarımın qasidisən, əylən deyim çay yətsin. Sən mənim yarımın, mənim yarım oradadır, mən burada yarımçılığam burada. O mənim yarımdır, nisfim, fars, ərəbcə nisf sözü. O mənim nisfimdir. Və diqqət buyurun, mən 30 neçə ildə evlənmişəm. Evlənmişdim, boşanmışam. 2 ildir boşanmışam. Birinci dəfə burada açıqlıram ələni şəkildə. Əgər mənim keçmiş xanımım özünü öldürməyə təşəbbüs eləməsəydi, mən heç vaxt dünya deyildi bir-birinə onu boşamazdım. İndi də mənim böyük dostumdur. Yəni, çox hörmət qoyduğum bir dostumdur. Mən vaqəən yar bilirdim. Yarı bilirdim. Və bunu istəyirdim, bunu deyəm ki, baxın, siz ikiz sadəcə o zaman ki, xəlvətə girirsiniz, bir rabitiyə girirsiniz ki, fəqət özünüzə özəldir. Təkcə o zamandır ki, vaqəən hər cəhətdən birləşirsiniz. İstəmirəm çox açıqlayam, özümdən həya edirəm. Bilirəm, bu bəhslər hələ bizim cəmiyyətimizdə yola düşülməyib ki, açıq, aşkar adam deyə ki, nə ittifaq düşür. Bəli, baxın, canımız bir-birinin içinə geçir. Ruhumuz bir-birinin içinə geçir və biz bütün oluruq və buradan bir şey doğuruq, içimizdən doğuruq. Yəni, ər-arvad ya o dost ikisindən bir dana toxum çıxacaqdı. Sillol naqisdir, onunki də naqisdir toxumu, sənin də toxumun naqisdir. Bu sillollar o zaman ki bir-birinin içinə girdi, bir dana bir sillol olacaqdı. Ölməyə imkanı yoxdur. Ölə bilər əlbəttə, bəli, amma diri qalmağa çox imkanı var. O zaman ki təkdə hətmən öləcək, %100 öləcək. Amma o zaman ki bunlar ikisi bir-birinə girdilər toxumlar, onda diri qalmaq imkanı var. Və o yavaş-yavaş yekələcəkdi və bir gün sənə tay, mənə tay bir adam olacaqdı. Amma naqis olacaq yenə də. Bu zincirə naqisdir. Onun üçün tək bir xanımın toxumundan, tək bir kişinin toxumundan bir dana adam vücuda gəlmək imkanı yoxdur, çünki naqisdir. Bir adam vücuda gəlmək üçün bu iki dana yarıdan gərək hərəsi bir yarı qoya, ta orada bir yarı düzələ.
Və o uşaq ki olur, əgər yaxşı tərbiyyət eləsən və əgər şərait ictimai düz olsa, çünki kasıblıq, fikir kasıblığı, mal kasıblığı fikir kasıblığını gətirər. Və fikir kasıblığı mal kasıblığı. Mal kasıblığı elələr ki, uşaq dədədən qaçar, ya onu atar, ya qoyar çölə. Mal kasıblığı bu işi görər. Amma yaxşı bir dövlət olsa, mal kasıblığın cübran elər, qoymaz evlada zor gəlsin, evladla dədənənənin arasında olan rabitə qırılmaz. Əgər bu evlad mal zorluğunda olmasa, fikir dilənçiliği də olmasa, bu evlad dədənənənin müştərək tövlid elədiyi bir bütündür. Tövlid ərəbcədir. Ürətdiyi bir bütündür. Amma bir bütünü ki, özlüğündə bizim gözümüzdən bütün, amma özlüğündə naqisdir, yarıdır. O yarım tapmasa, yarına qurban olmasa, burada eşq məsələsi gəlir. Diqqət buyurun dostlar. Eşq o deyil ki, axı, mən məsələn bir dona gülə aşiqəm. O gülü qeydləsəm mən aşiqəm. Mən bir dona quşu çox sevirəm. Onu kəsib aş eləsəm aşiqəm. Yox. İndi baxın, biz İranda bir sistem bizə yaşadırlar. Ki, qeyri-insanidir, qeyri-İslamidir, həsən insaniyyətə rəbti yoxdur. Bizim xanımlar aşiq olurlar deyənmirlər, gizlədirlər. Qızlarımız, nənələrimiz, bacılarımız aşiq olurlar, amma gizlətməyə məcbur olurlar. Oğlan kimi üzləşə bilmirlər, gələ deyək ki, qardaş, dədə, nənə, mən filan oğlana aşiqəm. Axı, oğlan çox rahat gəlir, deyir ki, nənə, mən fulana aşiqəm, dədə, mən fulana aşiqəm, versəz də odur, verməsəz də odur, alsaz da odur, almasaz da odur, almasaz qaçırdacağam ya da çıxıb gedəcəyəm, götürüb başıma gedəcəyəm. Qız da hazır olsa alır, qoyur, çıxır gedir. Qız bu işi görə bilir. Bəzisi qaçır, amma bəzi. Amma deyənmir dədənənəsinə. Qaçır, deyənmir. Deyənmir ki, mən aşiqəm. O mənim yarımdır. Mən onsuz naqisəm, əliləm, zəliləm. O olmasa. İndi iki nəfər bir-birinə aşiq olsa gəlsələr. Görün bunlar necə bir-birini təkmil edərlər. Mən bir pisliğim var, o bağışlar. Onun bir pisliği var, mən bağışlaram. Çünki eşq budur. Onun pisliğini görməməkdir. Əsən onun pisliği sənə aşiq olacaqsan. Fərz elə onun burnu əyridir. Sən o burnu aşiqi sən ki onu almısan. Fərz elə ki o məsələn bir hərəkəti var ki sənin xoşuna gəlməz. Onu aşiq olandan sonra o hərəkətdən xoşun gələcək. Məsələn mən xanımım xorullardı hərdən. Amma xorultusunu sevərdim. Və yatardım. Calibdir, o da deyərdi, sən xorult deyəndə mən yatıram. Deyirəm, bəs az çalır. Yarı bu deməkdir. Yarı bu deməkdir ki, onun əgər bir şeyi xoşuna gəlmir, sözü olmayacaqdır. Çünki onun hər şey ki mənim yarımındır, sən ona aşiq olmalısan. Necə ki mən müxalifəm, əxlaqımız cür gəlmədi. Əxlaqınız əvvəldən cür gəlmirmiş. Siz əslən aşiq deyilmişsiniz. Ya seks üçün, ya pul üçün evlənmişsiniz. Siz yar bilib bir-birinizə evlənməmişsiniz. Bir nəfər sevdiğim getdi, evləndi, ya şey oldu, mən olmadı da səndən evlənirəm. Ona görə bundan evlənməsən. Ona görə deyirik, almışam. Baxın, burada yar demirik. Burada deyir ki, filan kəsə aldım. O da deyir, filan kəsə getdim. Yəni, demir ki, sevdim, aşiqəm, yarımdır. Yar sözün demir. Çünki orada yar deyil ki. Amma yar odur ki, dünya bir tərəfə, o bir tərəfə. Mən onun yanındayım, o mənim yarımdır. Dünya bir tərəfə, o bir tərəfə.
Bunun qədrini bilməyən insanlar var. Mənim bir Təbrizin Rasta küçəsində bir dostumuz var idi. Mən onu görmədim. Dostumun dostu idi o. Bir ona qızı aşık imiş. Dostlarım tərif edirdilər ki, Rasta küçə qədim, bilmirəm, şah zamanı görmüşdü. Bəzi dostlarımız görüblər. Dar bir küçə idi, çox pis. Təpə idi, belə hər yeri də təpə idi. İndikini görməyim. İndi yıxıblar, məscid var idi. Əvvəlində oranın Rasta küçənin əvvəlində bir məscid var idi. O Qənnadi ilə nədir onun qabağında Əli Babadır, nədir onun Davaxana Calinusun qabağında o tayda bir məscid var idi. O məscidi zadı yıxdılar. Qədimi bir məscid idi. Yol çəkmək üçün onları yıxdılar. Sonra bazar filan. Orayı çox dar bir yer idi. Çox dar bir şey idi. Rasta küçə idi adı da. Bilmirəm niyə Rasta küçə idi. Belə təpəsi var idi. Özdə təpəbaşı deyərlər. Başda da bir təpəsi var idi əvvəldə. Orada təpəbaşı deyərdilər. Bu Rasta küçədə bir oğlan var idi. Deyir o qız gələndə düşərdi yerə. Deyir evlənəndə, yəni oturardı yerə, çökərdi yerə o qızı görəndə. Və hamı bilir, hamıya o məhəllədə hamı bilir ki, bu qızın aşıqıdır. Deyir ki, qız şəhənd edib bundan evləndilər. Gəlin maşını gələndə oğlan yerdə üzü üstə sürünə getdi gəlin maşını. Leyli Məcnundan gözəl deyir. Sən yarımın qasidisən, əyləndiyim çay edirsən. Şeiri bəlkə düz oxumuram, amma sən yarımın qasidisən, sən mənim yarımın, mənim o birisi yarım ki, mən olmasa ölərəm. Dedim, sellullar ki, nənənin qarnında ikisi bir-birinə getməsə, ölər ikisi də. Yarın anlamı budur. 2 sətrimiz qalır, onu da oxuyayım, bu paragrafı qutarım və mən də həm qaranlıqlaşdı gecə, payız gəlir, yavaş-yavaş da qış gəlir, şey də olmayacaqdı. Yəni bu zamanlarda çətin olacaqdı. Çünki bu kitab Oğuzların İlyadası nitəliyindədir. Çünki bu Dədə Qorqud kitabı Oğuz millətinin, Oğuzdan gələn millət, hər millət ki özünü Oğuzdan bilir, onun İlyada. İlyad İngilislərin kitablarından da iştibah eləmirsəm, ona görə deyir. Yəni onların şah əsərlərindən biridir. Nitəliyindədir. Yəni o vəziyyətdə, o durumda, o xüsusiyyətdədir. Və dili də əski Oğuzcadır. Bu kitabın dili də əski Oğuz dilidir. Oğuzcadır, yəni Oğuz dilidir. Demək ki, bizə məxsus Türkcənin anasıdır. Pəs bizə məxsus Türkcənin anası kimdir? O Dədə Qorqud kitabıdır, ya Oğuz dilidir. Bu kitab heç dəyişdirilməliksizin yeni yazım ilə düzənli və oxunaqlı şəkildə yenidən basılırsa, yeni Türkcəmizin zəngin bir xəzinəsi olacaqdır. Deyir bu kitab, yəni Dədə Qorqud kitabı heç bu kəlməyə diqqətli olun, dəyişdirilməksizin değiştirmə, mənfi. Değişdirilməksizin, bu sizin də mənfi elir. Yəni, değişdirmədən. Yəni, deyir o kitabı heç hələ aparmayaq. Heç bir şeyinə. Yeni yazım ilə. Yəni, yeni əlifba ilə. Yazım, yəni əlifba. Yeni yazım ilə, yeni əlifba ilə düzənli və oxunaqlı. Düzənli, yəni tərtibli və oxunaqlı, yəni qabili xandən farsça. Oxunabiləcək bir şəkildə yenidən basılır. Basılmaq sözü, qabaqcında işarə eləmişəm, bir dəfə deyim. Qədim çapxanalarda dəstgah belə basardı kağızın üstünə, çap elərdi. Ondan da qabaq daşı belə basardılar, çap elərdi. Daşa rəh vurardılar kağızın üstünə ya dərinin üstünə düşərdi. Möhrü də indi basarıq, biz yadınızda olsa, möhrün də üstünə bir şey yazar, belə basarıq. Ona görə Türkiyədə basın yayın deyərlər mətbuata da. Çünki dəstgahlar onları belə basarlar, çap elərlər, qoyarlar eşiyə, yayın da ki yayarlar. Basılırsa, yəni çap olursa, yenidən çap sözü də çapmaqdandır. Çapmaq da bilirsiniz şeydir, atızadı çaparıq, yəni sürərik. Sürət anlamındadır çapmaq. Atı çapmaq.
Çap da odur. Yəni çap da atı çap. Əmridir. Çap. Çap yəni sürətlə bir tez o dəstgah da məsələn indi 150 kilometr saat sürətlə gedər. Məsələn çap maşını fırlanar və çap elər kağızları. Hələ mən gördüyüm 150 idi da, indi bəlkə daha sürət çoxalıbdır. Basılırsa yeni Türkcəmizin zəngin, yəni sərvətli bir xəzinəsi olacaqdır. Başqa türk ləhcələri ilə yapılacaq qarşılaşdırmalar da bizə türk şivəsinin bir takım ortaq özəlliklərini göstərə bilir. Başqa türk ləhcələri, o biri türk ləhcələri ilə yapılacaq, yəni yapmaq sözündəndir. Demişəm qabaqca biz bəzi şeyləri yapardıq qabaqlarda. Məsələn nə yapardıq? Kərmə yapardıq. Yapma deyərdilər, yapma yapardıq. Bir şey belə vardı, onu düzəldərdik, vurardıq. Yəni bir iş görəcəksən, zəhmət çəkəcəksən, o sonra ondan fayda götürəsən. Yapmaq bir iş görməkdir. Yapmaq, yapılacaq qarşılaşdırma, yəni qarşılaşdırma üz-üzə tutmaq. Deyir o zaman ki, üzləşdirək. Buna türkçəsi də bizdə də üzləşdirmək. Üzləşdirsək bir şeyi, ləhcələri, onda biz türk şivəsinin, türk yöntəminin, yol yöntəm deyək, şivənin yerinə yol yöntəm. Türk şivəsinin yol yöntəminin bir seri ortaq özəlliklərini göstərə bilər. Ortaq, müştərək kəlmənin türkçəsidir. Ortaq özəlliklərini, vicəcik xüsusiyyətlərini göstərə bilər. Tamam. Məsələn, Orxun kitabəsində işimi, gücümü kimə verəyim, eləyim, elim, turum, hani. Bəyli, budunlu kimi deyimlər görürük. Deyir, məsələn, Orxun kitabəsində, yəni Orxun yazısında, kitabə yazı. Ehtimalən bu daş üstə yazılıbdır. Ona görə kitabə deyir. Daşı qazma yazılara kitabə deyib. Orxun, bu Oğuz deyil, Orxundur. Orxun da bir ayrı şey olmalıdır. Orxun kitabəsində, yazısında işimi bu kəlmə yazılıb. İşimi, gücümü kimə verəyim? İşimi, gücümü bizdə də vardır. Bu işimi kimə verim? Amma verəyim demirik. Deyir ki, soru da əlaməti də qoyub. Yəni ki, soru əlaməti ilə. Bizdə dəqiqən beləsi olar. Yəni Güney Azərbaycanda biz sorunu m-la soruşmuruq. Elə bu cüzü, işimi, gücümü kimə verim? Beləsi deyirik. O əlaməti sual gəlir yazanda da. Elim, torum, hanı? Elim, torum, hanı? Bizdə də bu var, amma deyirik ki, elim, gücüm, hanı? Bir bunu deyirik. Ya elim, qohumum, hanı? Elim, qardaşım, hanı? Bunu deyirik. Bir də torum sözü bizdə var. Türkiyədə nəvə anlamına gəlir. Bizdə kişinin toxumu anlamına gəlir. Yəni, yenə də oradan uşaq doğduğu üçün zaten ona görə deyilir. Bəyli, budunlu kimi, bəyli, budunlu. Deyir, bu söz də var orada, bəyli, budunlu. Budun, bədən. Bəyli də bədən. İndi budun can deməkdir, komplet can. Başdan aşağı. Amma bəyli ehtimalən, məsələn, beli buxunlu biz deyirik ha. Bəlkə onun bir növ deyişi, belli buxunlu. Yəni, güclü bir adam, böyük bir adam, heykəlli bir adam. Bu, bəyli budunlu kimi deyimlər görürük. Deyir ki, sözlər görürük. Dostlar, uzatdım bugünkü sözü. Ona görə icazə buyurun, burada qoyun, mən də işimə davam verim. Əslində 1, 2, 3, 4 qısa paragraf qalır. Onları da sabahdan, əlbəttə çaş 2 cıqqılı paragraf oxuyuq. Qoyun bu 2 paragrafı oxuyum, yetişək 2-yə, 2-dən qalsın. Bu deyimlərin birincisi hala dilimizdə iş-güc biçimində kullanılmaqdadır. O üstdəki Orxun kitabəsindən oxudu işimi, gücümü.
Deyir ki, o deyimlərdən birincisi, yəni o hala indi dilimizdə iş-güc biçimində, iş-güc deyə ya biçimində, şəklində kullanılmaqdadır, istifadə olunur. İkincisi nə idi? Kimə verəyim? Ya elim turum hanı? Görək hansındır. İkincisi tərzində bir çox deyimlərə rast gəliriz. İkincisi deyir ki, şəklində də bir çox deyimlər rast gəlirik, yəni üzümüzə çıxır. Məsələn, nə mənə? Uymağımız, törəmiz, yurdumuz, ocağımız, evimiz, barkımız, suyumuz, süpümüz kimi. Deyir ki, məsələn, bunlar uymağımız, törəmiz, uymaq fikirdən bir çeşmə anlamına gəlir. Bulaq. Farsça çeşmədir, bizdə bulaq. Çeşmi suyu da ondan gəlir əlbəttə. Çeşmi suyu da çeşmədən gəlir. Yəni. Amma fikrin bir uymaq ya da dəqiq bilmirəm. Törəmiz, yəni adab-rusum, yurdumuz, vətən, ocağımız, ocaq ki bilirik ocaqdır, od yandıran yerdir. Evimiz bilirik nədir? Obadan ayrı bir evdir ki, bir şeylə tikərik, içində daimi otururuq. Barkımız bilmirəm nədir? Bəlkə park deməkdir ki, yox park deyil. Suyumuz, bizim suyumuz, sopumuz, soyumuz, sopumuz olacaqdır. Bu fikirəm soyumuz, sopumuz. Bu da yəni bizim nəzabətimiz. Fikirəm soyumuz, sopumuz. Fikir edirəm beləsi olacaqdır. Üçüncünə bənzəyən deyimlərimizdə bunlardır. Üçüncüsü nə idi? Dedi ki, bəyli budunlu. Görək ona nə gör. Bunlardır. İrili ufaqlı, irili ufaqlı, böyüklü kiçikli, iri böyük bizdə işlənir, ufaqlı kiçik. Ufaq bizdə indi az işlənir, Türkiyədə çox işlənir. Uşaqlara, kiçik uşaqlara ufaq deyirlər. İrili ufaqlı. Məsələn, gedirik ki, məsələn, bazardan meyvə alaq, deyir ki, seçmə. İrili ufaqlı. Yəni, hamısını birdən. Böyüklü, küçüklü. Bu da küçük sözdə demişəm, türkdən gedib farsçaya zahiri. Bunlardan qutardı bir cümlə qalır ki, onu da oxuyun, qurtaraq. Bunlardan başqa Qırğız Qazaqların Manas dastanı və digər türk dillərinin masalları ilə şeirləri bizə türk ləhcələrinin ortaq və özəl şivələrini göstərə bilir. Diqqət buyurun, burada bir önəmli bir söz deyir. Bunlardan başqa, yəni bu dediklərimizdən əlavə ki, o kitablara müraciə eləyək, millətimizin deyimlərinə diqqət eləyək, müəllimlər filanlar toplasınlar ki, mən də dedim, hamımızın vəzifəmizi toplayaq. Deyir ki, bunlardan başqa Qırğızların və Qazaqların Manas adında bir kitablar var. Bu Manas dünyanın ən böyük dastan serisidir. Döktür Ziya Sədrül-Əsrafi bunu bizim camiəmizdə mətrəf elədi. Hətta əgər səhv eləmirsən, birinci dəfə mənim bərnaməmdə bu kitabın adını gətirdi. Birinci dəfə evdə danışırdıq. Bizim evdə təşrif gətirmişdilər. Orada bu kitabdan söz elədi. Sonra Günaz TV-də bunu çıxdı və buna görə danışdı. Dedi, məsələn, yadımda deyil, amma beləsi deyim. Şahnamənin 30.000 beyti var. Məsələn, Nəmənə kitabı ki, Hindistanda var, onun 300.000 beyti var. Məsələn, Şahnamə onun ondan biridir və deyirlər ki, oradan kopi eləyibdir əslində Şahnaməni. Və Manas neçə 100.000, bəlkə 3 milyon, bilmirəm. Mən dedim, o dediklərim. Amma yəni ədəd çox fasiləlidir. Manas dastanı və digər türk dillərinin masal hekayələr, nağıllar ilə şeirləri bizə, türklərə, yəni türk ləhcələrinin ortaq və özəl şivələrini göstərə bilir. Burada ortaq və qabaqçı 2 gün qabaq dedi ki, müxalifət elədi ki, o birisi dillərdən gedək axtaraq, bəzi sözləri gətirək öz dilimizə. Amma indi deyir ki, yox, o
kəlmələri yox, amma ortaq müştərək hər nə ki onlarla bizim aramızda müştərəkdir, onları toplayaq. Elə burada qutaraq yazını. Sağ olun, təşəkkür edirəm. Hər zaman buna qulaq assaz. Umaram ki, ləzzət aparmış olasınız və yaymağa cəhd eləyəsiniz. Sağ olun, var olun, hələlik.